Nömrə 102. Oxuyaq. Ölçü, 400. tanallıq, Do. tanalığı necə təyin edirik? A. Sonuncu Nota baxırıq. nota baxırıq və bir də açar Ha, işarələrinə baxırıq. Demək, sonuncu notda oldusa ya do major ya do minor olacaq. Açarda heç bir işarə yoxdursa, demək hansı qammadadır bu, hansı tanalıqdadır, daha doğrusu do majordadır. Oxuyaq. 3 çərəyə dirijorluq göstərək. 1 və aşağı, 2 və sağa, 3 və yuxarı. Hamı 1 və 2 və 3 və. Təmiz oxuyaq. Do, si, la, do. Təmiz. Biraz da zilə qalxın. Do. Ay, sağ ol. Bir də do, si, la, sol, mi, do, re. Yox, düzgün dirijorluq eləyək. Do, re, mi. Təmiz. Do, si, la, sol, do, si, re. Si, re bir hərəkətə ikisi gedir uşaqlar. 2-8-lidir. Si, re, do, yarımdır. 2 hərəkətə bir not oxuyuruq. Do, mi, yenə. Do, mi, sol, təmiz. Re, fa, mi. Təmiz oxuyun da. Do, mi, sol. Şeir deməyək, oxuyaq. Si, re, do, si, re, do. Do, si, la, sol, mi, do, re, mi. Do, si, la, sol, mi, si, re, do. 103-cü nömrə. 430. Bəli, 2 çərək. Hansı səslə başlayır? Bəli, oxuyaq. Sol, 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 təmiz, sol, sol. Oxu solu təmiz. Sol eləməyək. Sol. Ay, sağ ol, oxuyun. Sol, təmiz. Yox, dinlə. Yox, dinlə. Sol. Zilə qalx. Biraz da təmizlə. Sol təmizlə. 3, 4. Sol, 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 re, fa. Bir də sol, 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 re, fa, re. Mi, mi, fa, re, do. Mi, 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 do, re, re. Mi, mi, fa, re, do. Oxuyuruq. Mi, 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 do, re, re. Mi, mi, fa, re, do. Uşaqlar, təmiz oxuyaq. Oxumaq, səslərin adını çəkir, təmiz oxumaq lazımdır. Bu oxumaq deyil axı. Mi, oxuyun mini. Mi, re, do, təmiz. Mi, re, do, təmiz, təmiz. 104 oxuyaq. Xanə xarici ilə başlayır. 1 və 2 və yoxdur. 3 vədən başlayır. Mi, re, mi, fa, sol, sol. Oxuyun. Sol, mi. Yusif təmiz oxu. Sol. Eşitin səsləri. Sol, mi, fa, sol, mi, re, sol, sol, la, fa, mi. Eşidin. Re, oyun çıxartmırıq, oxuyuruq. Vətən iman. Do, mi, sol, fa. Oxuyun da uşaqlar. Do, səsiniz gəlsin. Do, mi, re. Notları deyin də, nota bax, notları öyrənin. Do, mi, re, mi, fa, sol, 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 mi, fa, sol, mi, re,
Do yarımdır. Do və bitir. Çünki 2 və buradadır, 3-cü vəsi yoxdur. 3 və yoxdur. Düzdür, 3 və hardadır? Əsərin əvvəlində. Birinci və axırıncı xanələr əsər xanə xarici olanda bir-birini tamamlayır. Düzdür? İndi tək-tək oxuyuruq. 106-cı nömrəni Yusuf oxuyur. 4-də 4-də. 1 və aşağı, 2 və sola, 3 və sağa, 4 və yuxarı. Solu oxumaq lazımdır. Sol, sol, tap solu. Sol, biraz da yuxarı. Şeir demə oxu. Sol, bəli. Do, mi, re, do. Oxu. Do, re deyil, do, mi deyil. Re, do. Səsləri təmiz oxumaq lazımdır. Sol. Cirşov, salam. Buyurun, yaxşı olasınız. Aha, çox sağ olun, təşəkkür edirəm. Aha, oxuyaq. Sol, do, mi, re. Bir də sol, do, mi, re, do. Sol, do, si, do. Yaxşı, kim oxusun? Davamlı vətən gəl oxu. Yerimizi dəyişir, gəl. Aha. Sol, la. Yuxarıdan aşağı. Sol, la, sol, fa, mi, re, do, mi, sol. Uzanır, yarımdır. Notları öyrən, evdə uzunluqları öyrən, oxu. Kim davam edir? Gəl İman. Gəl, gəl İman. Gəl do. Hamı oxuyacaq. Buradan, bax, bu. Niyə izləmirdin? Hamı izləyir, hamı ürəyində oxuyur, hamı dirişörlük edir. Davamlı oxu. Sol, la, sol, la, sol, fa. Təmiz oxumaq. Sol, la. Bircə dəqiqə, İman. Sol, la. Aha. Sol, la, sol, fa. Notları öyrən. Mi. Uzat da çərəkdə. Mi, re, do, mi. Hansı notlardır? Mi'dən sonra nədir? Mi'dən sonra fa. Testi də. Do, mi, fa, sol. Bir də oxu, təmiz oxu. Do, do'nu təmiz oxu. Do, təmiz do. Oxu. Mi, fa, sol. Evdə piano var. Dərslərə gəlmək lazımdır. Bəs bu səsləri ona görə yazıram ki, açıb evdə üstündə oxuyasınız. Ne üçün yazırıq bunları? Yazırıq ki, üstündə pianinosu olmayanlar açıb oxuya bilsinlər. Hansı alətdə çalırsan? Qarmon. Qarmonda da çalıb oxuya bilərsən, eyni səslərdir. Gəl Seyran. 107-ci nömrəni. Buyur, ölçü. 4-2. Buyur. Do, fa, la. Təmiz oxu amma. Biraz yaxın gəl. Aha. Biz də burada diyeceğim. Bəli, əlbəttə ürəyimizdə oxuyuruq, söhbət eləmirik, gülmürük, gülməli heç nə yoxdur, oxuyuruq. Do. Biraz bir-iki nəfər bu yana keçsin ki, rahat görün. Notları izləyirik, notların adını çəkirik. Notların adını çəkib oxuyuruq. Hanı əllərin, baxın. Notu təmiz, notu deyin, notun adını deyin. Ürəyinizdə oxuyursunuz, sən bərkdən. Buyur. Do, fa, la, sol, mi. Bax, 2-2 birləşiblər. Bir hərəkətə 2 notu oxumalıyıq biz. Tən yarıdan keçəndə ikincini oxuyuruq. Do, fa, təmiz. Fa, la. Yox, yuxarı gedir daxil. Fa. Nəyə gülürsən, baxın. Mama, bu alayım qalım. Dərsə gəlmirsiniz, ona görə hər şey gülməli gəlir. Mama, bitirdi, davam edirik, oxuyuruq. Do, fa, təmiz fa, ürəyinizdə fa, la.
fa, tap o səsi. Fa, la, sol, mi, fa, re, təmiz oxu. Do, təmiz oxu. Yox, do çərəkdir. Bir və, yəni do, əl bizim əvəzimizə sayır. Biz həm do deyək, həm bir və deyək, iki sözü birdən deyə bilərik. Ona görə biz do, re, mi notların adını deyəndə əl əvəzimizə sayır. O saydır. Saniyə, dəqiqə, ölçür ya hamısını. Bax, bu da saydır. Do, yəni bir və deyənə qədər o müddət getməlidir. Elə belə do deyə bilmərik. Do, əl aşağı, do, yuxarı. Sol, təmiz oxu da. Sol. Yaxşı, bir yerdə. Sol, sol, mi, do, la, la, sol, do, sol, la, sol, la, sol, la, sol, mi, fa, re. Əlin hardadır? Nə edir? Nə üçün elə edir? Əl sayır axı. Diqqətli ol. Dirijorluq nə deməkdir? Do, sayır. Do, əl əvəzimizə sayır. Sadəcə belə milçək qovmuruq da, düzdür? Do, do, fa, la. Fa, la yuxarı gedir. Fa, la. Bir də do, do, fa, la. Sol, mi, fa, re, do. Uzanır. Bəli, əl əvəzimizə sanki riyazi hesablama aparır. Burada bəli, biz həm riyazi hesablamalar aparırıq. 8-lik neçəyə sayılır, çərək neçə sayılır, yarım, bütöv, 16-lıq və s. Həm hesablama aparır beynimiz, həm notları deyir, həm də təmiz oxumağı bacarmalıyıq. Aydındır? Elə belə deyir. Və bunu hamısını bir yerdə bərabər, bilirsiniz bu məşqlər hesab olunur. Dil bir söz deyir, beyin başqa bir şey düşünür, əlin hərəkəti, bunların hamısını bir yerdə yerinə yetirmək bilirsiniz necə bir inkişaf verir. 108-i də oxuyaq. Səsi amma təmiz oxuyaq. Buna oxumaq demirlər uşaqlar. Bir də əllər, yaxın gəl. Sol, təmiz bir yerdə. Sol, yox, sol, eşidin sol. Sol, 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 sol. Yaxşı, dinləyin. Baxın uşaqlar, dinləyin. Sadəcə dinləyin və dirijorluq edin. Ürəyinizdə notların adını çəkin. Sol, 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 la, sol, fa, sol, mi, fa, sol, 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 la, sol, fa, sol, re, re, oy, re, 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 mi, fa, sol, re, 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 mi, re, do, mi, re, 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 mi, fa, sol, re, 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 mi, re, do, sol, la, sol, fa, mi, sol, fa, mi, re, do, do, do. Bunu evdə çoxlu oxumaq yaxşı. Solfejo nömrələrini, qammaları, intervalları, keçdiklərimizi, hər şeyi evdə çoxlu. Səsdən tapşırıqları, tonallıqda nələr keçmişik tapşırıqları, major qamması, minorun 3 halı, sabit, qeyri-sabit, qeyri-sabit səslərin, sabit səsləri həllə, aparıcı tonlar, tetraxordlar, əsas 3 səslər dönmələri ilə latda intervallar keçdiklərimiz və köməkçi 3 səslər. Bunların hamısını və həmçinin də səsdən bütün sadə intervalları oxumaq, solfejo nömrələrini dirijorluqla oxumaq. Yaxşı? Başınız var olsun. Səsi oxuyursunuz uşaqlar. O təmiz səsi, eşitdiyiniz səsi oxuyub tapana qədər çox təkrar edirsiniz onu. Gələn dəfədən çalışın təmiz oxuyun.